Salam uşaqlar. Gəlin bugünkü videomuzda kəsirlərin müqayisəsi və sıralamasını öyrənək. Kəsirləri sıralamaq üçün ilk növbədə həmin kəsirləri müqayisə etmək lazımdır. Bəs onda bir sual yaranır. Kəsirlərin müqayisəsini necə edək? Kəsirləri müqayisə etməzdən əvvəl ilk növbədə onların növünü müəyyən etməliyik. Yəni kəsir məxrəci bərabər olan kəsirdir, məxrəcləri bərabər, yoxsa kəsirin məxrəcləri müxtəlif olan kəsirlərdir. Ya da ki, qarışıq kəsirlərdir. Bunları müəyyən edib, daha sonra həmin kəsirləri müqayisə edirik. Deməli, gəlin ilk növbədə məxrəci bərabər olan kəsirləri müqayisə edək. Burada deyir ki, məxrəci bərabərdirsə kəsirin, sürəti böyük olan kəsir böyük sayılır. Məxrəc hara idi? Burada misal 8-də 3 və 8-də 5 nümunədə məxrəc aşağıdakı hissə idi, kəsirin aşağısında olan rəqəm idi. Deyir ki, onlar bərabərdirsə, sürəti böyük olan böyük. Necə müqayisə edir? Deməli, eyni şəkildə 8 olması o deməkdir ki, 8 hissəyə bölürük. Gəlin biz bunu 8 hissəyə bölək. Dairəni. 1, 4 hissə, 6 hissə və 8 hissə. Bunu da bölək. 2 hissə, 4 hissə, 6 hissə və 8 hissə. 8 dənə hissəsi var. İndi baxaq, 8 hissəyə bölməkdən ötürü 4 dənə xəttdən istifadə etdim. Deyir ki, biri 4, biri isə 3 hissədən ibarət. Yəni, biri 3 hissəsini götürüb. Digəri isə 5 hissəsini götürüb. Onda 5 hissəsini əkləyək. Bu şəkildə. İndi bax. İndi fikir versəz, 3 hissə olan böyükmü, 5 hissə olan böyükmü? Təbii ki, 5 hissə olan daha böyük sayılır. Yəni, 5 olan daha böyükdür. Ona görə də, deməli, kəsirin məxrəci bərabərdirsə, burada da göstərilir 8-də 3 və 8-də 5-də məxrəc bərabərdirsə, sürəti böyük olan böyükdür. 3, 5-dən kiçikdirsə, deməli, 8-də 3 də 8-də 5-dən kiçik sayılır. Bu da qeyd etdik. Yəni, az hissə böyük olarmı, çox hissə böyük olarmı? Təbii ki, çox hissəsi olan böyük sayılır. Bayaq biz məxrəcləri bərabər olan kəsirlərə baxdıq. İndi isə sürətlər bərabər olan kəsir. Yəni, o yuxarıdakı ədədin bərabər olduğu kəsirlərə baxaq. Həmin kəsirlər deyir, məxrəci böyük olan kəsir kiçikdir. Necə yəni? Baxaq. Deməli, ilk növbədə kəsir yazaq. Məxrəcləri bərabər, amma sürətlər bərabər, məxrəcləri fərqlidir. 6-da 3 və 8-də 3. Bunu belə qeyd etdik. Gəlin indi başlayaq. Deməli, birini 8 hissəyə bölək. 1, 2, 3, 4. 8 hissəyə bölmüşəm. Birini isə 6 hissəyə bölək. 1, 2, 3. Aha, biz dairələrimizi çəkdik, hissələrə böldük. Kəsirlərə uyğun, indi kəsirlərə uyğun, məxrəcinə uyğun dairələrimizi hissələrə böldük. İndi isə sürətinə uyğun olaraq xanaları rəngləyək. İlk növbədə 8, 8-də 3. Deməli, 8 hissəsindən 3-ünü rəngləmək lazımdır bizə deyir. Yəni, 8 hissəsindən 3-ünü rəngləyək. Aha, 8 hissəsindən 3-ünü rənglədik. İndi isə 6 hissədən 3-ünü rəngləyək. Gəlin, 6 hissədən 3-ünü rəngləmiş olaq. Bu da 6 hissədən 3-ünü rəngləmiş oldu. İndi fikir verin. 5 hissə, yəni, indi fikir versək, 8 hissədən ayırdığım 3 hissə böyükmü götürdüyüm, yoxsa 6 hissəyə böldüyümdən götürdüyüm 3 hissə böyükmü? Buradakı dairələrin hər ikisi də bir-birinə bərabərdir, yəni eşitdirlər. Təbii ki, 6-ya böldüyümdən 3 hissə götürdüyümdən daha böyükdür. Deməli, nədir? Deməli, bizim 6-da 3-ümüz 8-də 3-ümüzdən böyükdür. Nəymiş? Sürəti bərabər olan kəsirlərdə məxrəci kiçik olan böyük olan kiçik sayılırdı. Amma sürəti bərabər olan kəsirlərdə və məxrəci bərabər olan kəsirlərdə bu 8-də 3, 8-də 6. Sürəti bərabər, məxrəci bərabər olan kəsirlərdə isə sürəti
Kiçik olan kiçik, böyük olan böyük sayılırdı. Yəni başqa şeyə ehtiyac yox idi. Sürətində amma tam tərsinə. Deməli biz bundan əvvəl məxrəcləri bərabər olan kəsrlər və sürətləri bərabər olan kəsrlər haqqında danışdıq. İndi isə məxrəcləri müxtəlifdirsə kəsirin, yəni sürətləri də müxtəlif ola bilər, məxrəcləri də müxtəlifdirsə, onda həmin kəsirlərin müqayisəsindən danışaq. Ona görə də burada 2 dənə kəsir var. 3də 2 və 4də 3. Bu kəsirlər üzərində misal izah edəcəyəm. Burada da əsas bir şey ortaq məxrəc və tamamlayıcı qrup var. Onlar haqqında danışacağıq. Deməli, indi düşünək. Əlimizdə 1 3də 2 və 1 4də 3 kəsir vardır. Və onların hansının böyük ya da kiçik olduğunu soruşur bizə, yəni müqayisəsini. Biz asan misallar olaraq bilirik ki, əgər kəsirlər, yəni burada kəsirin məxrəci bərabər olsaydı, yəni bu 3də 2 ilə, yox, belə yazaq. 4də 2 ilə 4də 3-ün müqayisəsi olsaydı, çox asan olardı. Məxrəclər bərabərdir deyə, sürəti böyük olan kəsir böyük idi. 2 də 3-dən böyük olduğu üçün elə kəsirin özü də böyük sayılırdı. Onda belə fikirləşdik. Ayda, kaş ki onda bu kəsirlərin məxrəci bir-birinə bərabər olardı. Onda belə bir şey eləyə bilərik. Çünki biz məxrəclərin necə ixtisarını öyrənmişdik. Yəni sürəti və məxrəci eyni ədədə böldükdə kəsir nəticəsi dəyişmirdi. Eyni şəkildə də kəsirin sürətini və məxrəcini eyni ədədə vurduqda kəsirin cavabı dəyişir. Necə ki biz öyrənmişdik. Biz öyrənmişdik ki 2də 1 ilə 4də 2 və 8də 4 bir-birinə bərabər. Niyə bərabər eləmişdik? Çünki 4-ü də 2-yə bölmüşdük, 2 almışdıq. 8-i də 2-yə bölmüşdük, 4 almışdıq. Və 2-ni də 2-yə böləndə 1 almışdıq, 4-ü də 2-yə bölmüşdük və bunu qrafik şəklində izah eləmişdim ki, şəkillər var idi. İndi eyni şəkildə təsəvvür edin ki, bu kiçiləndə, yəni bölüb 2-yə bölə-bölə getdiyimizdə, 2-yə bölə-bölə getdiyimizdə qiymət dəyişmirsə, eyni şəkildə əksinə 2-yə vura-vura getsək, dəyişməz. Yəni kəsirin sürətini və məxrəcini ortaq olan eyni ədədə vursaq, nəticə dəyişir. Onda belə eləyə bilərik. Yəni 3də 2-ni və 4də 3-ü, yəni məxrəci elə bir ədədə vururam ki, 3 ilə 4-ün ortağı məxrəclər eyni olsun. Necə yəni? Baxaq. İlk növbədə bunu bilmək üçün bizə ən kiçik ortaq bölünəni bilmək lazımdır. Niyə görə? Çünki bu ikisinin də bölündüyü ədədi bilmək lazımdır. Məxrəclər eyni olsun deyə. Bu da ola bilər ki, yəni həm sürət, həm məxrəci elə bir ədədə vurmalıyam ki, bu digər sürət və məxrəci elə bir ədədə vurmalıyam ki, hər ikisinin məxrəcləri bir-birinə bərabər olsun. Ona görə də ƏÇO 3 və 4-ü tapırıq. Deməli, 3 ilə 4-ün ƏÇO-bunu necə tapırdıq? Misli olaraq tapırdıq. Yəni 3-ün 1-ə vursaq 3 eləyirdi, 3-ü 2-yə vursaq 6 eləyirdi, 3-ü 3-ə vursaq 9 eləyirdi, 3-ü 4-ə vursaq 12 eləyirdi. Bu şəkildə davam edir. 15, 18, 21, 24 və s. İndi 4-ə bax. 4-ü 1-ə vurduq. Sonra 4-ü 2-yə vururuq 8. Eyni şəkildə 4-ü 3-ə vururuq 12. Elə bu şəkildə davam edir. 16, 20, 24, 28 və s. İndi biz buradan ən kiçik ortaqları taparıq. Ortaq harda var? Burada. Görürsünüz 3 deyil, 3, 6, 8 ortaq yoxdur. 12 ortaqdır. Getdi. 16, 18 də ortaq deyil, 20 də ortaq deyil, 20. Amma 24-lər ortaq. Və belə uzanır. Amma bizə ən kiçik ortaq lazımdır. Ən kiçik ortaq neçədir? 12. Deməli bizim ƏÇO-bumuz 12-dir. Bunu da tapdıq. İndi bunların içində bizə nə lazımdır bilirsiniz? ƏÇO 12. Deməli, ƏÇO 12-dirsə, biz elə bir ədədə vurmalıyıq ki, həm 3-ü, həm 4-ü. Cavab 12 eləsin. Deməli, 3-ü, 4-ü 3-ə vurmalıyam. 3-ü isə 4-ə vurmalıyam. Əgər mən məxrəci 4-ə vururamsa, sürətlə 4-ə vurmalıyam. Əgər mən məxrəci 3-ə vururamsa, sürətlə 3-ə vurmalıyam. Ona görə də götürürük. Kəsir xətti seçirik bir dənə. Kəsir xətti çəkdik və kəsir xəttində aşağını 3-ü 4-ə vurduq. 3-ü 4-ə vurduq, aldıq 12. Elə bizim məqsədimiz də məxrəci bərabərləşdirmək idi. 12. Sürəti də 4-ə vururuq. Eyni ədədə vurmalıyıq ki, cavab dəyişməsin. 2 vurulsun 4, 8 eləyir. 4-ü də 3-ə vururuq. 4-ü 3-ə vururuq. 12 eləyir. 3-ü də 3-ə vururuq. Çünki müxtəlif sürətdə eyni ədədə vurulmalıdır. Bu da eləyir 9. İndi məxrəclərini bərabərləşdirdik. Məxrəclər bərabərdir. Sürətlərdə olur. Yəni ixtisar eləsəm yenə eyni cavab almış olaram. Sadəcə hər tərəfi eyni ədədə vurdum. Elə bir ədədə vurdum ki, məxrəclərin bərabər olsun. Məqsədim o idi mənim. İndi baxaq. 12-də 8 böyükmü, 12-də 9. Bu düzgün kəsirdir və məxrəcləri bərabərdir. Deməli 12-də 9 böyükdür. Biz öyrənmişdik yuxarıdan.
Və bu şəkildə 12-də 9 böyük olduğunu tapdıq. Deməli, misalımızda həll etmiş olduq. Yəni 3-də 2 böyükmü 4-də 3? Təbii ki, 4-də 3 böyük saydır. Yəni bu istəsəz siz bunu bu şəkildə tapdıqdan sonra ixtisar edə bilərsiniz. İxtisar edəndə də yenə öyrənmişdik ki, eyni ədədə bölürsən, yəni bunu 3-ə bölürsən, 3 alırsan, aşağısını da 2-ə böləndə 4 almış oluruq. 8-i 4-ə böləndə 2 alırıq. 12-ni də 4-ə böləndə 3 almış olur. 3-də 2, 4-də 3. Eyni cavab. Beləliklə, deməli biz kəsirləri müxtəlif, məxrəcləri müxtəlif olan kəsirlərin məxrəclərinə baxırdıq. Məxrəclərini ortaq məxrəcə gətirirdik. Bunun da əçobu tapmaqla eləyirdik. Əçobu tapdıqdan sonra bu ortaq məxrəc adlanırdı. Yəni məxrəclərin eyniləşdirilməsi ortaq məxrəc adlanır və tamamlayıcı vuruq. Tamamlayıcı vuruq isə bu gördüyünüz. Yəni məxrəci ortaq eləməkdən ötürü sürəti və məxrəci hansı ədədlərə vururuqsa, həmin kəsirin ortaq məxrəci adlanır. Tamamlayıcı vuruq adlanır. Yəni 3-də 2-nin tamamlayıcı vuruğu bizdə 4 idi. 4-də 3-ün tamamlayıcı vuruğu isə 3 idi. Qarşı kəsirlə müqayisəsində ilk növbədə biz bilirdik qarşı kəsir tam hissə və düzgün kəsirdən ibarət idi. Ona görə də ilk növbədə tam hissəyə baxırıq. Tam hissə eynidirsə, onda kəsiri normal düzgün kəsirlə necə müqayisə edirik, o şəkildə müqayisə edirik. Əgər yox, tam hissə eyni deyilsə, onda ilk növbədə tam hissəni müqayisə edirik, düzgün kəsir hissəsinə baxmırıq. Gəlin burada 2 dənə nümunə var. 2 dənə nümunə üzərində izah edim sizə nə demək istəyirəm. Bax, gördüyünüz kimi 1 tam 6-da 5 və 1 tam 6-da 4 vardır. Onları müqayisə edirik. İlk növbə nə edirik? Qarşı kəsirdə tam hissəyə baxırıq. Tam hissəyə baxdım. Tam hissələr bir-birinə bərabərdir. Onda gedirəm mən kəsir hissəyə baxmağa. Yəni bu hissəyə baxıram. Bu hissəni müqayisə edirəm. Qıraqda yazaq, kənarda yazaq ki 6 tam 6-da 5 və 6-da 4. İndi 6-da 5-in 6-da 4-ü müqayisə edirik. Bu məxrəcləri bərabər olan kəsirdir. Məxrəcləri bərabər, kəsirin məxrəcləri bərabər olursa, sürəti böyük olan böyük, kiçik olan kiçikdir. 5 4-dən böyük olduğu üçün məxrəci böyük olan kəsir böyükdür. Deməli, 1 tam 6-da 5 kəsiri 1 tam 6-da 4 kəsirindən böyük hesab olunur. Bu da belə. İkinci sual yaranır. İndi isə burada bildik məxrəcləri bərabər idi. Ya məxrəcləri bərabər olmasa, yəni mən məxrəcin altını silim, yazım. Neçə yaza bilərəm? Məsəl üçün 8 yazam. 8 yazdım. İndi isə yenə müqayisə edək. Müqayisədə nə edirdik? Yenə eyni şəkildə baxırdıq. Buna da silər. İndi eyni şəkildə yenə baxırdıq ki, nədir? Tam hissə bərabərdir. Tam hissələr bir-birinə bərabərdir. Onda nə edirdik biz? Kəsir hissələri müqayisə edirdik. Kəsir hissə nədir? 6-da 5 və 8-də 4. Bizdə əgər məxrəcləri müxtəlif olan kəsirlərin müqayisəsini öyrənmişik. Müxtəlif olursa, biz buranın əçobunu tapırdıq. Ortağı, yəni ən kiçik ortağını, ən kiçik ortaqda bunun 24. Necə bildim? 6-nın misillərindən tapdım. 6, 12, 24. 24. 6, 12, 24, 30, 36, 42 və bu şəkildə davam edir. 8-in misilləri 8, 16, 24, 32, 40, 48. Bu da bu şəkildə davam edir. Biz də ən kiçik olanı tapırdıq. Yəni ən kiçik ortağı tapırdıq. Burada da ən kiçik ortaq 6 deyil, 8 deyil, 16 deyil, 12 deyil. Amma 24 ortaqdır. Ona görə də 24. Bu şəkildə tapdıq. Yəni əçob 6 ilə 8-in əçobunu tapmış olduq. 6 ilə 8-in əçobu 24-dürsə, deməli məxrəclə sürəti biz birinci məxrəclə sürəti 6-nı neçəyə vursam 24 eləyər? 6-nı 4-ə vurmalıyam. 4-ə vursam. Deməli, sürəti də 4-ə vurmalıyam. 8-i neçəyə vursam 24 eləyər? 3-ə vursam. Deməli, sürəti də 3-ə vurmalıyam. Buradan da biz bu kəsiri almış oluruq ki, deməli, bu kəsiri almış oluruq ki, 24-də 20 və 24-də 12. İndi düzgün şey oldu. Məxrəcləri bərabər olan kəsir oldu. Məxrəcləri bərabər kəsir olanda 20 12-dən böyükdür. Deməli, 6-da 5 8-də 4-dən böyükdür.
Necə yenə eyni şəkildə 1,6-5, 1,8-4-dən böyük sayılır. Bunu da bu şəkildə həll etdik. Bu öyrəndiyimizin ən çətin hissələri demək olar ki, məxrəci müxtəlif olan kəsirləri öyrəndinizsə, digərləri asan gəlir. Necə deyirdim, bu təbii ki, bu yoxladığım hər iki üsul, yəni məxrəci bərabər də olsa, məxrəci müxtəlif də olsa, bu qarşı tərəfləri, tam hissələri bərabər kəsirlərə aid idi. İndi tam hissələri fərqlidirsə, kəsirin tam hissəsi fərqlidirsə, ən asanı budur. Kəsirin tam hissəsi fərqlidirsə, heç başqa yerə baxmağa ehtiyac yoxdur. Heç bura baxmırıq, burada baxmırıq, böyükdür, kiçikdir olmasının əhəmiyyəti yox, tam hissələrə baxırıq. 1, 3-dən kiçik olduğu üçün, deməli, bu kəsir kiçik sayılır. Yəni, əgər burada, yəni misal götürsək, burada 1 yox, 2 olsaydı, deməli, həmin kəsirdə biz nə edirdik? Bayaq bu şəkildə idi də, böyük idi. Çünki məxrəcin bu hissələrinə baxmışdıq. Deməli, biz bu hissəyə baxmışdıq. Çünki qarşı tərəfdəki tam ədədlər bir-birinə bərabər idi. Tam hissələr. İndi isə tam hissələr bir-birinə bərabər deyil. 1, 2-dən kiçikdir. Deməli, bu kəsir 2-dən kiçikdir sayılır. Amma bayaq böyük idi. Tam hissəsinə görə, kəsir hissəsinə görə. Amma bizə kəsir hissə lazım deyil. Deməli, nə imiş? Qarşı kəsirləri müqayisə edək. İlk növbədə tam hissəyə baxırıq. Əgər tam hissələr bir-birinə bərabərdirsə, digər arxa hissəsindəki kəsirləri əvvəl normalda kəsirləri necə həll ediriksə, o şəkildə həll edirik. Əgər yox, tam hissələr bir-birinə bərabərdirsə, bərabər deyilsə, bu səfər sadəcə tam hissələrə baxırıq. Görə tam hissələr düzdürsə, deməli, kəsirdə düzgün müqayisə etmiş oluruq. İndi gəldik, çıxdıq sona. Deməli, nə imiş? Əgər kəsirin məxrəci bərabərdirsə, sürəti müqayisə edirik. Yəni, məxrəc bərabərdirsə, sürətini müqayisə edirdik. Sürəti böyük olan böyük, sürəti kiçik olan kiçik olurdu. Əgər yox, məxrəci müxtəlif isə, biz nə edirdik? Eyni məxrəcə gətirirdik. Ət çox əbunu tapırdıq. Sonra vuruğunu tapırdıq onu. Sonra isə qarşı kəsirdə. Qarşı kəsirdə ilk növbədə əvvəl tam hissəyə baxırdıq, müqayisə edirdik. Daha sonra isə kəsir hissəni müqayisə edirdik. Bu qədər. Bugünkü videomuzda bu qədər. Əgər nəsə suallarınız varsa, yorum hissəsində qeyd edə bilərsiniz. Ümidvaram video sizə aydın şəkildə oldu.